Azərbaycan rayonunun ümumi təhsil məktəblərində də qışa hazırlıq işləri görülüb. Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində və Respublikamızın digər şəhər və rayonlarında fəaliyyət göstərən 111 ümumi təhsil müəssisəsindən 23-ü mərkəzləşdirilmiş istilik sistemi, 34-ü elektrik, 54-ü isə odun sobaları ilə təmin olunub. Qışa hazırlıq artıq yekunlaşıb. Odun sobaları ilə qızdırılan ümumi təhsil məktəblərimizdə odunlar məktəblərə çatdırılmış, elektrik sobaları ilə qızdırılan məktəblərimizdə elektrik naqillərinə baxış keçirərək sac vəziyyətdə olması müəyyən edilmiş, istismara tam hazır vəziyyətdədir. Qazla qızdırılan mərkəzləşmiş qaydada kombi sistemlərinə baxış keçirilərək hər birinin istismara yararlı olduğu müəyyən edilmişdir. Bu illərim havaların soyuq keçməsi ilə əlaqədar olaraq biz oktyabr ayının birindən atapiyeniya sistemi təmiz qoşulmuşdur. Bizdə mərkəzləşmiş atapiyeniya sistemi ilə isti ilə təchiz olunur məktəbimizdə. Heç bir problemimiz yoxdur. Dərslərimiz də yüksək səviyyədə təşkil olunur. Çöldə hava soyuq olsa da siniflərimiz isti olur. Dərslərimiz hər biri öz qaydasında gedir. Qışla əlaqədar məktəb binalarının dam örtükləri, qapı və pəncərələri də təmir edilib. Görülən tədbirlər sayəsində qış fəslində məktəblərin qızdırılmasında heç bir çətinlik yaşanmayacaq. Elnur Teymurov, Sənan Həsənoğlu, Güner Qasımova xəbərlər.